Siz bilirsiniz ki Mehriban Əliyeva həm də alimdir. Bilmirsinizsə birazdan mən xəbər verəcəm. Hələlik bir məsələ barəsində danışım. Quranda cəhənnəmi təsvir eləyərkən orada bir maraqlı məqam var. Deyirlər ki, cəhənnəmə düşən adamlar o qədər şiddətli əzab, əziyyət, məşəqqət içində olurlar ki, özləri üçün ölüm arzulayırlar, amma ölüm yoxdur. Biz bu momenti qədim Yunan mifologiyasında da görə bilərik. Orada müxtəlif cəzaya məruz qalan adamların özləri üçün ölüm arzuladığını görürlər. Prometey hekayəsində var, başqa rəvayətlərdə bu detal keçir ki, insanlar özləri üçün ölümü xilas sayırlar, amma ölüm olmur. Mən ölümdən hətta əvvəlki həyatda Azərbaycanlıların belə bir əzabına şahidəm. Azərbaycanda icbari tibbi sığorta barəsində dəyişiklik eləyib və bildiriblər ki, gələn il işləməyən adamların sığortası olmayacaq. İşləyən adamların da bilirəm ki, yaşamaq imkanları çox çətindir. Nə sağlamlıqlarının qeydinə normal qala bilirlər, nə yaşayışlarının. Yəni, vəziyyət elə bir həddə gəlib çatıb ki, Azərbaycanda yaşamaq da zülümdür, ölmək də zülümdür. Hələ mən demirəm ki, o ölən adamın yasını vermək üçün adamlar, onun yaxınları hansı dərd-sərd içində olurlar, qağı içərisində olur. Bütün bunların fonunda Mehriban Əliyevanı niyə xatırlatdım onu deyim. Mehriban Əliyeva maraqlı bir mövzuda dissertasiya müdafiə edib. Əlbəttə ki, o özü müdafiə eləməyib, onun intellekti buna imkan vermir, kiməsə yazırıb. Bu evtanaziya qarşı bir fikirdir. Evtanaziya könüllü ölüm haqqıdır. Avropanın bir çox dövlətləri bu haqqı tanıyır. Belə bu il Fransada onu qəbul etdi ki, insanlar ağır, sağalmaz xəstəliklərə düçar olanda öz ərizələri, öz rəyləri əsasında həkim müdaxiləsi ilə ölürlər. Azərbaycanda bunu elmi şəkildə Mehriban Əliyeva bloklayıb, deyir ki, ölmək olmaz. Daha doğrusu özünüzü öldürməyə hüquq icazə vermir. Mən də bunu bir filosof kimi, elm adam kimi qəbul edilməz sayıram. Əks tərəfində yaşamağa da imkan vermir bu rejim, Paşayev, Əliyev rejimi. Və beləliklə biz hətta o dünyada cəhənnəmi görmədən bu dünyada iki qat məşəqqət içindəyik. Nə ölə bilirik, nə yaşaya bilirik.